Her gün bir video çəkirəm seriyasının 4-cü günüdür və sizi belə gözəl bir yerdən salamlayıram. Bura Pensilvaniyanın Browningsville şəhəridir. Şəhər kənarında tam bilmirəm, amma bura o qədər gözəldir ki, hər tərəf yamyaşıldır, evlər çox qəşəngdir. Məhəllələrdə yeriysən, çox valeh olursan və baxmaqdan doymursan. Həm evlər çox qəşəngdir, həm də ətrafı. Bu evlərin yaxınlığında meşəlik yerlər də var. Meşənin içindən cığır keçir, trail kimi istifadə edirlər yürüyüş eləmək üçün. Ümumiyyətlə Amerikada evlərin ətrafı çox düzənli olur. Qabaqda dekorativ ağaclar əkirlər, güllər əkirlər, otlar biçilmiş olur. Burada otları vaxtı-vaxtında biçirlər. Yoxsa otlar uzananda onun cəriməsi ola bilir. Həm də pis görünür. Ona görə də insanların çoxunun evində ot biçmək üçün öz aləti olur ya da kimisi çağırırlar ki, gəlib biçsin. Ümumiyyətlə gördüyüm Amerikalı evlərin içində insanların çox əşyası olur. Yəni onlar elə sevirlər. Amma çöldən görünüşünə çox diqqət edirlər. Qabağına gözəl güllər, dekorativ ağaclar, səliqəli biçilmiş otlar. Mən belə evlərə baxanda həqiqətən də valeh oluram. Çox xoşuma gəlir. Bir də havası çox təmizdir buranın. Maşın da burada çox gəzmirdi. Belə yerləri mən çox sevirəm. Yəni Cookville-dən sonra buranı mən çox sevdim. Çünki çox səs-küylü yer deyildi. Düz mərkəzində ola bilər ki, çoxlu maşınlar olsun, amma bura sakitlik idi, xoşuma gəldi. Ümumiyyətlə bilmirəm, yaş keçdikcə belə olur, ya necə olur, amma sakitliyi getdikcə daha çox sevirəm. Məsələn, biz New Yorka getdik, o qədər səs-küylü idi ki, mən də yoldaşım da, yəni Times Square-də gəzəndə hara düşmüşük deyə fikirləşdik, özümüzü çox qəribə hiss elədik. New Yorku bəzi insanlar çox sevirlər. Yəni mən də onun hər yeri haqqında belə deyə bilmərəm. Ola bilsin ki, şəhərdən uzaq yerlər çox qəşəngdir, amma şəhərin içi, ən azından bizim gördüyümüz yerlər mənə yaşamaq üçün çox uyğun gəlmədi. Çox səs-küylüdür, qoxular var idi, adam var və hər şey çox sürətlidir. İnsanlar harasa tələsir. Belə yolda gördüyümüz evsizlər də var idi, yolda yatırdılar. Əvvəlki New York videolarında görmüş olarsınız. Düzdür, mən Bakıda yaşamışam. Bakıda da səs-küylü yerlər var, amma ora öyrəşmişdim. Belə, yəni Cookville-də yaşayandan sonra, belə sakit bir yerdə yaşayandan sonra New Yorka gedəndə çox qəribə bir hisslər keçirdik. Yəni onun sakitliyinə, nəzakətliliyinə çox alışmışıq. Cookville-də məsələn maşın sürücülər çox nəzakətlidirlər, qaydalara riayət edirlər, amma New Yorkda qaydalara riayət edilmirdi. Yəni sürənə idi, sağdan, soldan maşınlar gəlirdi. Yəni bunları belə yandırmadan qabağımıza keçirdilər. Ola bilər ki, gəzmək üçün, görmək üçün gözəl yerdir. Ola bilər ki, bəzi yerləri bəzi vaxtlarda gəzmək üçün yaxşıdır. Sizin də fikirlərinizi bilmək istərdim. Siz belə səs-küylü, hərəkətli, downtown olan, musiqili insanlarla dolu böyük şəhərləri sevirsiniz, yoxsa belə sakit, yaşıllıq, təbiət qoynunda olan yerləri sevirsiniz? Şərhlərdə yazarsınız. Maraqlıdır. Görək sakit yerləri sevənlər çoxdur, yoxsa böyük şəhər həyatını sevənlər. Rəylərdə görüşərik. Quşların cəhcəhi, nə çox qəşəng yerdə yaşayırsınız. Çox gözəl yerdə yaşayırsınız. Meşənin içi. Ayıya salam vermirsiniz, ha? Ayı, dərəyə bax. Dərədir. Hara getdin? Dovşan, dovşan yox, dələ idi də, hara getdi? Gizləndi məncə. Burada bir körpü var. Körpüdən də gedirsinizmi belə bax? Hə. Dostunu soruşmuştum o zaman. Ha, bir dönüsü olur. I don't recommend. Hə, məncə çoxdan eləyiblər. İndi kol basıb. Alandan Oy, nə səslər var? Hə, dələlər, ayo. Meşənin içindən keçirik, bax. İlan zad olur, görürsən. Su da var orada. Bu özü düzəldib. Demək, hər evin sahəsi xeyli böyükdür da sizdə. Xeyli böyük sahə. Bunlar belə güllər var. Bizdə o vaxt var idi. Məncə qoxusudur bu. Çox qəşəng qoxu var. Baxın, burada razberi gedir də məncə bu. Moruq. Burada da var. Amma yetişmirdi, qırmızıdır. Yedi, görürsən. Məncə yeyilmir, ha? Bax. Məncə o quşlar üçün, quşların Atamla, nənəmlə gedərdik, vedrələri götürürdük. Bir dəfə xalam, anam, hamımız gedərdik moruq yığmağa. Amma çox çətin işdir, böyürtkən yığmağa. Çox çətin işdir. Bəlkə də sən yaşdaydın mən gedəndə. Çox həvəsim var idi. Nənəşkamla gedirdim meşəyə, gah qoz toplamağa, gah moruq, böyürtkən yığmağa. Bir dəfə mənim nənəm, indi hardasa 81-82 içindədir, düzəndi meşənin içində. Mən də uşağım.
Bir de mən nənəni axtarmağa başladım. Ben de deyib qışqırdım, nənə hardasın? Sen de bir nənə gizlənib bir şahsı ağacda görüm nə alacaq bu. Böyle nənəşkamdan geçen vaxtlarımız vardı. Teşekkür ederim. Bunlar da əməlli başlı ağaclar ekibi. Bu ağac ne ağacıdır? Amerika'da yaşayanlar deyər. Belki yeməlidir, belki yeməli değil. Ben görüm, araştırırım. Google'da araştırırım, özüm baxım. Hem sahə böyükdür, hem çok qəşəngdir, ətrafı torpağı münbitdir. İstəsələr burada diri əkərlər, nəsə bir meyvə ağacları əkə bilərlər.